Biz əslində bu Eurosentrik düşüncə, yəni Fransa və Almaniyanın bu davranışı daha çox əslində həm də Britaniyanın 100 il əvvəlki deyək dünya nizamına əsaslanır. Artıq dünya nizamı yoxdur. Amerika Birləşmiş Ştatları və eyni zamanda ona tərəf Sovet İttifaqı dünyada Fransa və Britaniya imperiyalarının çöküşünə səbəb olub. Artıq dünyada dediyim kimi yeganə süper güc Amerika Birləşmiş Ştatlarıdır. Ona görə də hər gün Afrikada bir müstəmləkə etirən, hər gün Afrikada bir ölkə etirən Fransa gəlib indi ABŞ-ın qalib gəldiyi bir müharibədə əgər Rusiyanı məcbur edə biləcəksə, həqiqətən qalib gələ biləcəksə, yəni Trump bunda qərarlıdırsa, gəlib orada şərt qoya bilməz. Yəni ən azından siz təsəvvür edin ki, ABŞ dünya bu şərtləri Wilson prinsiplər yadınızda 1914-cü ildən bəri dünyada ölkələrin gələcəyi ilə bağlı prinsiplər aşağı-yuxarı Amerika Birləşmiş Ştatları müəyyən eləməyə başlayır. Yəni burada artıq Fransa və Almaniya yüksələn güc deyil. Tam əksinə müəyyən qədər hətta zəifləyən gücdür. Bəli, Fransa özünə hansısa bir yer etməyə çalışacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra ABŞ, Britaniya və Sovet İttifaqının qalib gəldiyi müharibədən Fransada gəlib Almaniyadan pay aldı. O şəkildə çalışacaq bir pay alsın. Və Almaniya, məsələn, Almaniyanın biz hərbi cəhətdən aktivləşdiyini görürük. Baxın, Almaniya hərbi büdcəsini 100 milyardın üzərində qaldırmağı planlaşdırıb. Və yaxud Çinin və Koreyanın Rusiya dəstəyinə cavab olaraq Almaniyada Ukraynaya əlavə dəstək, xüsusilə indiki hökumət Ukraynaya xüsusi dəstək göstərməyə çalışır. Məsələn, bilirsiniz, bu yaxınlarda Çinin Belarusda silah zavodu tikdiyi üzə çıxdı. Almaniya Rheinmetall şirkəti də Litvada yəni 500 milyon avroluq bir mərmi silah-sursat istehsalı müəssisəsinin əsasını qoyur. Yəni onlar da Ukraynanı təmin edəcəklər. Yəni burada görünür ki, bəli, Almaniya, Fransa hansı şəkildə aktiv bir şəkildə müharibədə iştirak etməyə çalışırlar. Amma Amerika Birləşmiş Ştatları olmadan bu ölkələrin bir qərarlılığı yoxdur. Biz bunu yaxın şərqdə də problemində də gördük, Suriya münaqişəsində də gördük. İkinci məsələ, ABŞ olmadan bu ölkələr Rusiya ilə üzbəüz gəlməyə mən gördüyüm qədər çəkinirlər. Yəni faktiki olaraq Macronun Avropa ordusu və Ukrayna qoşun göndərmək deyək ki, ideyalarını artıq 2 ilə yaxın müddət ötür. Amma biz hər hansı bir real addım görmürük. Nəyə görə? Çünki ABŞ-ın qarantiyasını istəyir. Və yaxud düzdür, indiki halda bütün münaqişənin xərcləri Avropanın üzərində düşüb. Çünki Trump maliyyələşməni dayandırıb, Avropa İttifaqı məcburdur ki, həmin silahları ABŞ-dan alıb Ukraynaya yönəlsin. Buna bir növ həm də məcburdular bu, deyək ki, hərbi yardımlar eləməli. Çünki əks halda Ukrayna sadəcə o müqaviməti davam elətdirə bilməyəcək. Amma digər tərəfdən də, gəlin məsələn bu tərəfdən baxaq ki, məhz Zelenski hökumətini də Ukraynadakı Trumpın ateşkəs şərtlərinə razı salan elə Britaniya və Avropa İttifaqı oldu ki, əgər Zelenski bu şərtlərə razı olmasa, biz maliyyələşdirməni davam etdirməyəcəyik.